Əziz tələbələr, dövlət qulluğu imtahanına düşmüş belə bir sualın izahına baxırıq. Mövzunun adı çubuq dəstələri deyə verilir. Nömrələnmiş 12 çubuqdan hər biri 2 çubuqla bağlar vasitəsilə birləşdirilərək fərqli sayda 3 və daha çox çubuqlardan ibarət bir neçə qapalı dəstə əmələ gətirir. Çubuqların bir-biri ilə əlaqəsi şəkildəki kimidirsə, dəstələri müəyyən edərək ən böyük dəstəyə, burada yazıbdır, bu şərt budur. Ən böyük dəstəyə və ən kiçik dəstəyə aid olmayan çubuqların nömrələri cəmini tapın. Bunun üçün birinci növbədə biz dəstələri müəyyən etməliyik. Gördüyünüz bax bu qara yumrular bağlardır. Yəni məsələn 1-dən gedib 10-a. Sonra 10 xətti üzərində, 10-cu xətt üzərində digər nöqtəni tapırıq və onu izləyirik ki, hara gedir, yekunlaşır. Bu formada biz davam edirik və ən sonunda görəsiniz ki, qayıdır gəlir yenə 1-də dayanır. Bu olur artıq bizim birinci bağımız. Deməli bunu necə həll edirik? Baxın, ilk növbədə belə başlayırıq ki, bax görürsünüz, bax 1-dən başlayıram. Yəni ürəyiniz istəsə 5-dən də başlaya bilərsiniz. Fərqi yoxdur. Onsuz da cavablar eyni alınır. Bax 1-dən başlayıram. Gördüyünüz kimi yazıram 1. Daha sonra 1 harada gedir, yekunlaşır. Baxın 10-da. Yazıram 10. Daha sonra 10 üzərində digər nöqtəni tapıram. Gəlir yekunlaşır 5-də. Yazıram 5. 5 üzərində digər nöqtədən gedir 8-ə. Vergül. 8 üzərindən qayıdır 7-yə. Gəldim 7 yazdım. 7 üzərində digər nöqtədən qayıdır gedir 1-ə. Artıq burada 1-i yazmırıq. Bu bizim birinci dəstəmiz olur. İndi gəlin ikinci dəstəyə keçək. Görək ikinci dəstədə necədir. İkinci dəstədə bax ürəyiniz istəyirsə buradan başlaya bilərsiniz. Yazıram 2. 2-dən gedir hara? 9-a. Yazıram 9. 9 üzərində digər nöqtəni tapıram ki, gəlir 4-ə. Yazdım 4. 4-dən gedir 12-yə. Yazıram 12. 12-dən gəlir 2-yə və 2-ni artıq yazmıram. Daha sonra, çünki 2-ni yazmışıq da bir dəfə. Digər dəstəyə baxaq. Digər dəstəmizdə baxın burada yazıb 3. 3-dən gedir 6-ya. 6-dan gedir 11-ə. 11 üzərindən də qayıdır yenə 3-ə və artıq burada 3-ü yazmırıq. Gördüyünüz kimi ən böyük dəstə və ən kiçik dəstəni tapırıq. Bunu da necə tapırıq? Bunların hamısını cəmləyərək. Məsələn, birinci dəstəni cəmləsək, görərik ki, buralar elədi 16, üstünə 8, 24, üstünə də 7 gələndə elədi 31. Dəstəmizin birinci cəmi 31 elədi. Digəri 2 ilə 9, 11, üstünə 4 gələndə 15, üstünə də 12 gəlirəm 27. Digər dəstəmiz isə 3, 6, 11-in cəmidir. 3, 6, 11-in cəmi də elədi 20. Şərtdə bizə bayaq nə demişdi? Demişdi ki, ən böyük dəstəyə və ən kiçik dəstəyə aid olmayan çubuqların cəmini tapın. Yəni bizim işimiz 31 və 20 ilə deyil, cavabımız ortancıl olan 27 ilədir. Düzgün cavab olur burada D variantı.